Allah rəhmət eləsin. Bahar, istəklimsən başdan, binadan, ən gözəl qızısan sən təbiətin. Xoşbəxt yaramısan, xoşbəxt anadan, gözünün odusan, şeirin, sənətin. Ən gözəl qızısan sən təbiətin. Hoş gördük hamınızı əziz dostlar, müəllimlər. Arzum budur, üzünüz daima gülsün, sevgi payınız çox olsun. Novruz bayramınız mübarək olsun. Elimizin, obamızın, bolluk bərəkət bayramı olan Novruz şənlinə xoş gəlmişsiniz. Ölkəmizin hər bir güşəsində, Şuşamızda, Xankəndimizdə, Füzulimizdə, Kəlbəcərimizdə, Xocalımızda bayram tonqalları dalanır, el şənlikləri keçirilir. Əzizinəm, yaz gəlsin, yaz gəlsin, bahar gəlsin. Müstəqil vətənimə hər zaman sevinç gəlsin. Sevgi dolu, nur dolu, Novruzu qarşılaya. Qoy bu bahar, yaz boyu gün atsın, parlar parlar. İnşallah arzularımız heç bitməsin, əziz dostlar.
ürəkli, oğulların min yaşasın, ulu Novruz. Ocaqların cür qalansın, ulu Novruz. Çıxış edir 3D sinif şagirdləri. Bırakmışsan, özünü ayaklarının boydadır. İnce ince, fırda etmek lazımdır. Ay bacı, biz bu kadar ömrü bitirebiliriz. İyi edək ki, hem boyumuz, hem de işimiz tez tutasında. Gedək məktəbdə şənlik var. Sən də danışırsan, şənliyin səsi bura qədər gəlir. Qulaq as, otur şəhərbrada ilə.
gecə gündüz tən oldu. Ahışda. Baharam yazam mən. Ahışda. Çiçəklənə yazam mən. Ahışda. Harda sevib gülüş var. Ahışda. Orada mənim izim var. Ahışda. İp yumağın səridir. Ahışda. Təri zəhmət təridir. Ahışda. Havaya isti gəldi. Ahışda. Suyun buzu əridi. Ahışda. Mən aşiq xoşa gəldi. Ahışda. Oxudu xoşa gəldi. Ahışda. Sevimli bahar fəsli. Ahışda. Novruz var xoşa gəldi. Ahışda. Bizim vətən bizimdir. Ahışda. Gözəl vətən bizimdir. Ahışda. Düşmən bağrı çatlasın. Ahışda. Gözəl vətən bizimdir. Ahışda. Bizimdir, ey bizimdir. Azərbaycan bizimdir. Çıxış edir 2D sinif şagirdləri. Onlar bilirsiniz, bugün Novruz bayramını qeyd edirik. Gəlin birlikdə haqışda deyək. Sulanın bax təməni. Novruzumun nişanəsi. Səmənidir səməni. Əzsin bülbüləm mən. Boyatmış sümbüləm mən. Çərşənbələr içində. Dördüncüyəm güləm mən. Günəş görüb saçıqdı. Soyuq qorxub qaçıqdı. Meşələrdə, bağlarda. Novruz gülü açıqdı. Uca dağların qaşı var. Ətəyində taşı var. Novruz süfrəsində zəfəranlı aşı var. Cəvəyərətdir. Süfrələr bərzənətdir. Novruz bayramı gəlir. Evlər şənlikdir. Deyərlər. Babam üstə yeyərlər. Novruz günü adamlar təzə paltar geyərlər. Baxdım dənizə, baxdı çıxmadı üzə. Nə olar bizim bağçada, yar gələ bir gün bizə. Əziz uşaqlar, yaz gəlib, təbiət oyanır. Bu gün biz Novruz bayramını qeyd edirik. Bahar gəlir, günəş çıxır, təbiət al-alman rəngə boyanır. Səməni qoyur, şinyət düzülür, hamı bir-birini təbrik edir. Tonqal qalıyıb üstündən tullanır. Novruz bayramınız mübarək olsun. Yaza
qədəmlərin xoş olsun Novruza deyir hamı. Novruz, xoş gəldin Azərbaycanıma. Sənin gəlişinlə bizim ürəklərimizə sevinç, qəlbimizə sevgi dolsun. Uluqlarımızın söylediği kimi, Novruz bayramı müəyyən tarixi dövrlərdə təzyiqlərə məruz qalsa da, xalq tərəfindən unudulmamış, inkişaf etdirilmişdir. İndi isə çıxış edib 3B sinif şairləri. Bu gün Novruz bayramı gəlib yurda yuvaya, gülür şadlanır hamı, şam atılır havaya. Kür tonqallar qalanır, uşaqlar dövrə vurur, göynə tüstü bulanır, burun burun tor qurur, əllərdə papaq, torba, körpələr qaçışırlar.
В этом году я решила Новруз должен быть сильным, без лишних калорий, без лишних хлопот. Все купим, красиво накроем, а вечером в ресторан. Там живая музыка. Сейчас 21 век. Да, согласна со мной? Я же придумала. Немного шакаргуры для традиции, немного пахлавы, пусть будет для гостей. Ради Бога, бадамбура для красоты. Ну и чтобы тетя Фатима не обиделась и маленькие сарали. И все. Да, я так сделать буду. Пока-пока, увидимся. Бабушка, мама опять решила все купить. Это ее решение, внучек. Ну что поделать? Тебе неприятно, да? Ты расстроилась? Нет, родная, каждый делает по-своему. Ты всегда сама готовила, правда, бабуля? Да, с радостью готовила, потому что мне нравилось, когда весь дом пахнет сладостями, когда соседи заходили без звонка. Неприятно, когда люди перестают понимать правду, ведь праздник – это когда сердце заранее радуется. Ты правда месяц раньше готовилась к этому празднику? Да, и знаешь, самое главное было не тесто, а разговоры, когда все родные собирались, когда обиженные мирились. Такова была традиция. Сейчас многие думают, что эти традиции устарели, ведь это не так, правда, бабуля? Традиция устаревает, когда ее перестают понимать. Раньше в нашем дворе перед Новрузом все двери были открыты, не потому что не было замков, а потому что не было страха. Дети бросали шапки, а люди наполняли их сладостями, сжигали костры, дети перепрыгивали через огонь со словами: «Пусть мои беды, невзгоды сгорят в огне», а вечером подслушивали у дверей. В эту ночь говорили только о хорошем. Ты скучаешь, да, по тем временам? Конечно, еще как скучаю. Ну, тетя Фатима, я просто, да, хотела, чтобы вам было как-то легче, да. И правильно, легкость – это хорошо. Правда? Да, праздник не должен утомлять, но если мы совсем перестанем что-то делать сами, дом станет тихим. А мне нравится, когда на кухне шумно. Ну хорошо, правда не все, но что-то сделаем вместе. Я буду красить яйца. Я крашу первый раз, поэтому не знаю, как получится. Бабуля, смотри, тут сколько шапок. Принеси. Давайте проверим, у кого крепче. Давайте. Скажи свои условия. Если я выиграю, то когда ты для меня будешь есть лимон. Ну ладно, но если я выиграю, ты расскажешь мне стишок. Ладно. Давай теперь с тобой. Скажи свои условия. Если я выиграю, ты мне поможешь в суммативах. Ладно, но если я выиграю, ты мне дашь свою шапку со сладостями. Хорошо.
трудом. Да, праздник можно упростить, даже изменить, сделать современным. Но если дома звучит смех, за столом сидят все родные, если кто-то ждет этот день, значит Новруз живет. Поздравляем всех с Новрузом! İndi isə çıxış edir 5D sinif şagirdləri. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz, insanlar arasında birliyi və mehribançılığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır.
Novruzu milli mənəvi dəyərlərimizi təcəssümə adlandıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması xalqla iqtidar arasında sıx vəhdəti sübut edir. İndi isə çıxış edir 5C sinif. Diqqətli olun. Səməni süfrənin ortasında oynandı. Axı o Novruzun rəmzidir. Müəllimə demişdi ki, Səməni təbiətin oyanmasını bildirir. Novruzu mən ən çox ona görə sevirəm ki, hər yeri təmizlənir, həyətlər süpürülür, evlər səliqəyə salınır, evin hər şeyi yenidən başlayır. Çünki Novruz təkcə bayram deyil, həm də yenilənmə deməkdir. Hətta bayramdan öncə 4 dənə çərşənbə günü olmur. Birincisi hansı idi? Mən həmişə unuduram. Birincisi su çərşənbəsidir. Su təmizlikdir, həyatdır. Sonra ot çərşənbəsi gəlir. O gün biz tağlar qalarıq. Sonrasında üstünə tullanırıq. Ağırlığım, uğurluğum odda yazsın. Üçüncüsü yel çərşənbəsidir. Deyirlər ki, o gün küləklər əsir. Təbiət hərəkətə gəlir. Axırıncısı isə torpaq çərşənbəsidir. Torpaq oyanır, yaz həqiqətən də gəlir. Baxın,
Süfrəmiz necə də gözəldir. Şam var, şirinat var, səmənin. Elə bir yaz özü gəlib oturub süfrəmizin başında. Qoy bu Novruz hamıya sevinç, ruzi, xoşbəxtlik gətirsin. Dayanın, dayanın. Bu nə tələsidir? Mən elə getməmişəm. Mən düşəm. Qarın, soyuğun, şaxtanın sahibiyəm. Mənim vaxtım elə bitməyib. Amma artıq yaz gəlir. Səməni döyərib, çərşənbələr gəlir. Yox, mən elə biraz da qalacağam. Biraz da qar yağdıraram, biraz da külək əstirərəm. Qış, vaxt bitdi. Mən gələndə sular axmağa başlayır, buzlar əriyir. Ey, biraz yavaş ol da. Mən gələndə ocaqlar yanır, insanlar tonqaldalar. Mən səni soğuqda ərdərəm. Ay aman, nə isti oldu. Mən əsəndə buludlar tərpənir, təbiət canlanır. Elə əsirsən ki, papağım da başımdan uçur. Mən gələndə torpaq oyanır. Artıq yaz başlayır. Üç, sənin vaxtın bitdi. Ay qış, sən də buradasan, çamadan yığ daha. Yox, mən elə getmirəm. Getmirsənsə səni tonqala atar. Yox, yox, yox. Bax, insanlar yazı gözləyir. Qızlar artıq süfrə hazırlayır. Həm də ki, mən artıq qalın paltar geyinmək istəmirəm. Özümə təzə nazik paltarlar almışam. Hə, gedirsən? Yox, nə içsənizlə gedən deyiləm. Orada gəlirsən. Gələn il yenə qayıdacağam. Mən içədə hamışda deyil. Hə, deyil. İlk yumağın səridir. Alışda. Təri zəhmət təridir. Alışda. Havaya isti gəldi. Alışda. Suyun buzu əridir. Alışda. Mən aşiqəm alışam. Axışda. Zəhmət çəkər çalışam. Axışda. Novruz günü gələndə Axışda. Küsürlülər barışar. Axışda. Səslənir xoruz dalı. Açıldı sübhün dalı. Elin yaz səsli gəldi. Qızdı torpağın canı. Mən aşiqəm ayazdır. Qış dərdidir nasazdır. Onu bu dərdə salan qarşıdan gələn yazdır. Günəş nurun saçıbdır. Soyuq qorxub qaçıbdır. Meşələrdə, bağlarda Novruz gülü açıbdır. Atı sapdım cilova. Balıq tutdum cilova. Açdım Novruz süfrəsini. Bayram keçdi plovla. Mən aşiq ahar oldum. Səhər yox nahar oldu. Düşün əhdini kəsən, çiçəkli bahar oldu. Beldən asdım qəməni, sulardım çəməni. Novruzun nişanəsi, səmənidir səmən. Dəyirmanlı dən oldu, keyf damağı şən oldu. Novruz bayramı gəldi, gecə gündüz tən oldu. İndi isə çıxış edir 6-2 sinif şagirdləri. Əziz müəllimlər, hörmətli qonaqlar və əziz şagirdlər. Bugün biz burada qədim və gözəl bayramımız olan Novruza görə toplaşmışıq. Novruz baharın gəlişi, təbiətin oyanışı, sevinç və bolluk bayramı. Amma bu qəlbin bir hadisi oldu. Novruz gəldi, amma özünü tanımadı. Salam, bu qədər insan niyə yığılıb? Mən kiməm ki, hamı məni gözləyir. Salam Novruz, mən Səməniyəm. Mən də tanımadın? Yox. Mən yaşlıram, mən dincəlişəm. Məni süfrəyə qoyurlar. Süfrə? Hansı süfrə? O süfrə ki, bütün ailəni bir araya toplayır,
nişanələrindən biriyəm. Mən yanında insanlar inanır ki, pisliklər yerdə qalır, yeni il isə xoşbəxtlik gətirir. Mənim alovum qışı yandırır, bahara yol açır. İnsanlar üstümdən tullanaraq deyir, ağırlığım, uğurluğum odda yansın. Xatırlamadım. Salam əziz dostlar, salam ay Novruz. Mən Şirniyyat qızıyam. Novruz süfrəsinin ən şirin qonağıyam. Paxlava ilə evlərə bərəkət, şəkərbura ilə sevinç gətirəm. Qoğal isə günəş kimi sarı-sarı baharın istiliyini xatırladır. Novruz gələndə hər bir evdən şirin qoxular yayılır. Hər kəs bir süfrə başında toplaşır, sevinç və dostluq paylaşılır. Ay Novruz, məni də xatırlamadın? Bağışla, xatırlamıram. Mənə dedilər ki, burada şəkərbura, paxlava, plov var. Sənə kim deli? Mən gələndə gördüm, sən artıq 3 nimçə yeyib qutarmısan. Ay keçəl, mən onun zəhərli olub olmamağı üçün yoxlayım. Sən elə kəndin zəhər yoxlayamısan da. Hər nəysə, bəs sən niyə gec gəldin? Satın var. Satın var ki, nəməsin? Sən ağlın var ki, soruşasan. Bəs sən niyə belə kökəlmisən? Novruz gəlir axı. Bunun kökəlməyə nə daxlı var? Bayrama hazırlaşıram da. Necə? Tonqalın yanına dayananda kürək aparmasın deyə. Siz yenə başlamışsınız davet etməyə. Axı bugün bayramdır. Baxın Novruz da gəlib artıq. Novruz, sən də gəlmisən və bizə niyə xəbər verməmisən? Siz kimsiniz? Sizi tanımıram. Ay Kosa, bu bizi tanımır ki. Mən tanımayan Novruz olar, mən baş qəhrəmanam axı. Mən isə keçərəm, sən alıb cavab adamam. Mən də Kosa, torba üzrə mütəxəssis. Bağışlayın, xatırlamıram. Novruz yaddaşını itirməyib, sadəcə insanlar adətləri olduğuna görə Novruz zəifləyir. Əgər birlik, mərhəmət paylaşmaq olmazsa, Novruz zəifləyir. Gəlin bir yerdə hatırlayaq. Ay uşaqlar, Novruz nədir? Bəs tonqal nə üçündür? Gəlin Bahar qızını da çağıraq. Onda Novruz bizi xatırlayar. Salam əziz dostlar, mən Bahar qızıyam. Mənim gəlişimlə təbiət oyanır, çiçəklər açır. Görürəm dostların sənə tonqalın istiliyini, səmənin bərəkətli, el adətlərimizi xatırlatmağa çalışır. Çünki Novruz yalnız bir gün deyil, Novruz xalqımızın qədim bayramı, yenilənmə və ümid bayramıdır. Bu bayramda tonqal qalanır ki, qaranlıq geçsin, işıq gəlsin. Səməni çirkir, bərəkət artsın. İnsanlar birbirini təbrik edir ki, dostluq və sevgi çoxalsın. Ey Novruz, artıq yadına düşdü elə deyilmi? Biz bu cümlə yeni ilin, yeni baharın gəlişini qeyd etməyə gəlmişik. Xatırladım. Mən birliyəm, mən baharam, mən sevincəm. Novruz bayramı mübarək.
Yaz ətri, yaz avazı. Bu Novruz qovuşanlar duymasın qəm avazı. Qoy bu təravətli Novruz bayramı süfrənizi ruzi, qəlbinizi xoşlarla doluşsun. Salamlığınız möhkəm, arzularınız sonsuz, ümidləriniz isə gerçək olsun. Novruz bayramınız mübarək olsun. İndi isə çıxış edir 7-ci sinif şagirdləri. Ay Kosa, mən çox vacib xəbər eşitmişəm. Sən hər dəfə belə deyəndə ya şirniyyatlar yox olur, ya da problem olur. Nə olur? Bu dəfə xəbərim yaxşıdır. Deyirlər bu gün tədbirimizə film qəhrəmanları gələcək. Doğru da. Hə, mən hamısı ilə şəkil çəkdirəcəyəm. Sən əvvəlcə şirniyyatlarından uzaq dur, sonra şəklini çəkdirərsən. Ay camaat, ay uşaqlar, mənim Əhmədimi görmüsünüz? Keçər, bu Əhmədin anasıdır. Hə, odur. Ay Kosa, ay Keçər, mənim Əhmədimi görmüsünüz? Səhərdə onu tapa bilmirəm. Narahat olma ay xala. Mən bayaq bazar tərəfdə bir cavan oğlan gördüm. Elə bildim Əhməddir. O tərəfdə? Yox, ay keçər, mən Əhmədi ən son ikinci meydanında O gördüm. tərəfə gedib, yoxsa bu tərəfə gedib? Ay keçər, görürsən Əhmədin anası, Əhməd tapacaq. Nə bilim əşi. Ay camaat, mən gəldim. Ay Kosa, bu kimdir belə? Bu məşhur, o olmasın, bu olsun filmindəki mən Hədibatdır. Eşitdim burada Novruz bayramı qeyd olunur. Bəli. Bəs Səmənin şirniyyatlar hardadır? Səvəri buradadır. Şirniyyatlar da buradadır, keçər görməsin deyə gizlətmişəm. Çox yaxşı. Novruz süfrəsi şirniyyətsiz və səmərəsiz olmaz. Salam hörmətli dostlar. Ay Kosa, bu niyə belə qəlbə danışır? Bu məşhur alim Mr. Jordan. Bazı bitkilər, mən bitkiləri çox sevirəm. Bu səmər nə deyir? Al sənin olsun. Çox qəşəngdir. Deməli Azərbaycana yaz gəlir. Ay Kosa, səmərimiz var, şirniyyatımız var, amma elə bir şey əksidir. Oy düşünüm görüm nə işləyir. Haqdır. Bahar qızı. Bahar gəldi, yaz gəldi, güllər açdı, naz gəldi. Tonqalqaladıq bugün, ürəyimiz şad gəldi. Mən gəlmişəm ki, düzləri yaşıl libasa bürüyüm, buzları əridim, qəlblərə istilik gətirim. Novruz gəlişi ilə kütülləri barışdırar, süfrələrə bərəkət yağdırar. Qoy bu il hər ildə səməni kimi ümidlər görəsin, hər kəsin üzü gülsün. Ay bala, burada nə baş verir? Novruz bayramı. Bəs süfrə niyə belə sakitdir? Sakit deyil. Novruz süfrəsi sakit olmaz. Ay afət, yenə hara getdi bu qız? Nə olub ay xala? Ay qız, gəl bir mahnı oxu, bayram şənlənsin.
Novruz bayramı hər kəsi bir süfrəyə yığır. Həm film qəhrəmanlarını, həm də bizi. Əsası isə Novruz süfrəsi. Bayramınız mübarək. Novruz bahara, güllər güllər nüvara. Kim yığar, kim apara. Baxsanızda gül olsun bülbül olsun. Mən də gəlmişəm kef görüm. Qurban olum yaşıl çıxalı, yoram gəlməsilər çıxalı. Naban, noğul, badam vergəsi, yeyim bizlərimə kar gəlsin. Açın stosa gəlmisən, vaxtında meydana sən. Almayınca qayını, çəkinmə bir yanasa. Getmərəm keçər, getmərəm. 5 yumurta payındır, əksiğini almayasan. Borcunu yaxşı doldu, əli başında qalmayasan. Qalmaram keçər, qalmaram. Kosanın payını verin, yağını verin, balını verin. Bir kosan oynayır, gör necə dingildəyir. Ona bulamazsın, cingildəyir. Kosan canlıdır, qolları mərcanlıdır. Qarınla əl qırmayın, zurna görüb dəf görün. Uyruğu, saqqalı it quyruğu. Gör necə erkən gəlib, belində ölkən gəlib. Bu kosa hardan gəlib, qarıb qardan gəlib. Yağ verin yağlansın, bal verin ballansın, çoxca bilib avlansın. A kosa, gəldin hardan bəridir? Şərurdan, Oradan nə getirdin a kosa? alma, Almanı nə elədin? sahtı, Pulunu nə elədin? öküz aldı. Bəs öküzü nə elədin? Saqqalım yer vurdu, yarlandan uçurdu. Odur, haydi var. Sağ olsun kösa, canın sağ olsun kösa, arşınızın mesrisa, kəfənsiz ölməz kösa. Kösam iki canlıdır, köhnə motal başında, gələn oynar başında, 155 yaşında, görmədə vaxtını tutar. Kosan bir oyun Eylə, quzuzun oyun eylə, yılın ayağı kəsin, hayvan oyun eylə. Azahı ay azahı, doldur gətir qazanı. Payını artıq verin, yada salın kosanı. Bugün ayın üçüdür de gülümden ay ay narinay. Bugün ayın üçüdür de gülümden ay ay narinay. Girme bostan içidir yer, girme bostan içidir. Girme bostan içidir yer, girme bostan içidir. Dodakları xam şeker, dodakları xam şeker. Dilim badam içidir yer, dilim badam içidir. Dilim badam içidir yer, dilim badam içidir. Kız gelince dirayınca, lafları geçer ay gönçer. Kız beline çadirince, ləblərin gön çadır göçər. Kız beline çadirince, ləblərin gön çadır göçər. Danışsadır damımız de gülümdən ayarların ay. Danışsadır damımız de gülümdən ayarların ay. Qoşadır eyvanımız yer, qoşadır eyvanımız. Qoşadır eyvanımız yer, qoşadır eyvanımız. Sanıdan çıxmaqdan, sanıdan çıxmaqdan hey, 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 hey. Kör olsun düşmanımız, yar kör olsun düşmanımız. Kör olsun düşmanımız, yar kör olsun düşmanımız. Kız belince dirayınca, ləblərim göçər, ay gönçər. Kız belince dirince, ləblərim göçər, göçər. Kız belince dirince, ləblərim göçər, göçər. Araqçının məndədir, de gülüm nanay, ay narina. Araqçının məndədir, de gülüm nanay, ay narina. Sarımışam çəməndədir, yar sarı
çəməndadır, sarılmışam çəməndadır, yar sarılmışam çəməndadır. Dünya gözələ dönsən, dünya gözələ dönsən, mənim gözüm səndədir, yar mənim gözüm səndədir, mənim gözüm səndədir, yar mənim gözüm səndədir. Biz beni incə durayınca, qəlblərim gönçədir ay gönçə. Biz beni incədir gecə, qəlblərim gönçədir gecə. Biz beni incədir gecə, qəlblərim gönçədir gecə. Uşaqlar, gəlin Novruz atributları olan Kosa, Keçər və Bahar qızına dəvət edək. Çıxış edir 7-5 sinif şagirdləri. Uşaqlar, Novruz yaxınlaşır. Bayramda nə etməliyik? Təməni qoymaq lazımdır. Şirniyyat da bişirmək lazımdır. Amma Novruzun adətləri haqqında hamısını bilmirik. Onda gəlin nədən soruşaq? Abalalar, nə danışırsınız belə? Nənə, biz Novruza hazırlaşırıq. Ancaq adətləri tam bilmirik. Novruz qədim bayramdır. Bu bayramda evlər təmizlənir, səməni qoyulur, tonqal qalıyırlar, küsürlər barışırlar, şirniyyatlar bişirirlər. Baxın, bahar gəlir. Baharın müjdəsi gəlir. Mən Bahar qızam. Təbiəti oyatmaq və insanlara sevinç gətirmək üçün gəlmişəm. Uğur olun gözəl bahar. Səni ellər çox arzular. Ayaq bassın ölkəmizə. Şənlik, sağlıq gətir bizə. Çaylar açsın, sellər daşsın, sevincimiz başdan açsın. Çıraq yansın ocaq, qoy şerlənsin oğul uşaq. Kəmərim qırmızı yaşıl köynəyəm. Novruz bayramında hər bir evdəyəm. Bahar qızı bizim üçün bir mahnı oxusun. Novruz gəlir, yaz gəlir, bir əlində saz gəlir, bir əlində xəncəsi, açıb gülür qənçəsi, bülbülə avaz gəlir, bülbülə avaz gəlir, Otur bana bir göre yumurtalar renk. Her biri can dermanı, bir toprak torbanı. Her biri can dermanı, bir toprak torbanı. Uşaqlar, bayramın əsas qəhrəmanları görsənmir. Axı keçər də çoxu hardadır? Tümçəni doldursana, köfəsini söysənə. Novruz bahara, güller divara. Kim yalar, kim apara? Baxsanızda gül olsun, bülbül olsun. Mən gəlmişəm keyf görüm, zurna görüm, dəf görüm. A uyruğu, saqqalı it quyruğu. Gör necə erkən gəlir, belində ölkən gəlir. Havın gəlib bu kosa, qutarıb dardan gəlir. Yağ verin yağlasın, bal verin ballasın. Çoxca bilib anlasın. Akosa, eşitdinmi? Burada çoxlu şirniyyat satırlar. Əgər şirniyyat varsa, mən də varam. Kəmərim qırmızı yaşıl köynəyəm. Novruz bayramında hər bir evdəyəm. Səvəni. Harayçıyam, bahar gözlü payçıyam. Sinəm ağ belim qara, quyruqdan da qayçıyam. Qaranquş. Ağza təpə, başa küpə, nə küpədir, nə də təpə. Plov. Özüm istəyir, rəngim al, ağrı dərdi məndə sal. Tonqal. Həstədir, ha həstədir. Çəki şirvan üstədir. Qırağı qızıl kərpic, üstü badam üstədir. Fındıq. Yumru mərmər daşı, içində bəylər aşı. Pişirərsən aş olar, pişirmərsən quş olar. Yumurta. Baharın gəlişini rəqslə qarşılamaq
ibadətlərimizdən biridir. Ramazan bayramınız mübarek, Novruz bayramınız mübarek. Çok güzel, eski bayramınız söylesin. Çok sağ olun.
Çox sağ olun. Abi 7 matrası senin. Neçə var idi ki, olsam, Seni gözler